Yenə salamlayıram sizləri, xoş gördük bir daha. Deməli, yenə 8 mərtəbəli apartman tipli binanın 5-ci mərtəbəsində 63 kvadrat sotaqlı cəmə mənzil nəzisi tanış eləməyə gəlir. Bu mənzilin qonaq otağı. Biz Azərbaycanda seçilirlər qonaq otağımızdan. Bu mənzilimizin qonaq otağı. Görürsünüz, görən normal genişli qonaq otağı var. Qonaq otağının baş tərəfində şəbəkə qapı ilə yorulmuş mətbəx. Götürəcəm bunu mesela. Bu da eyvan hissəsidir. Buyur, eyvanla gedək. Mənzilimiz, hörmətli izləyicilər, onun vurgulanması ki, Sultan Şallıq Sarayının arxasında yerləşir. Bax, gördüyünüz yol 119 nömrəli marşrut xəttinin yolu. Bax, orada, yəni 119 nömrəli marşrut xəttində bir 50-60 metr məsafədə yerləşir binamız. Qarşıda Sultan Şallıq Sarayı. Sultan Şallıq Sarayının arxasına düşür. Gəl. Burada belə yataq otağına keçiddə var. Qonaq otağından və yataq otağına keçiddə var. Götür bağlıdan tutulmasa. Belə bir yataq otağımızda var. Kombi xəttləri zaten çəkilib hazırdır. Bunu döşəməsi laminatdır. Görürsünüz. Tekrar növbəti yataq otağına istiqamətdir. Burada yataq otağına öncə burada da sanitar qovuşağıdır. Bunu götürür zəhmət olmasa. Bura dəhlizidir. Dəhlizi nə götür? Döşəməsi metaldır. Geniş bir dəhliz var. Burada dolab yığmaq üçün yeri də var. Bura növbəti bir yataq otağımızdır. Belə bir uyğunluq yataq otağıdır. İşıqlamaq üçün pəncərədə qoyulub növbəti bir otağa, bayaq girdiyimiz yataq otağına ki, işıq düşsün. Hər iki otağa işıq düşərimiz. Mənzilin qiymətini açıqlama bölməsində qeyd edəcəm. Hörmətli izləyicilərimiz, bir daha vurğulayıram. 8 mərtəbəli binanın 5-ci mərtəbəsində 63 kvadrat sotaq cəmə mənzilimizdir. Videomuzu bəyənib, kanalımıza abunə olmağı unutmayın. Sizin də satışlı mənzilləriniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Bugünlük bu qədər, hələlik sağ olun.